geldi. Bayaqdan az imiş burada. Bütün Eşitir. dinləyicilərimiz sizi salamlayıram. Allahımıza təşəkkür edirəm. Ondan sonra bütün dinləyicilərimizi salamlayıram. Salam olsun hər birinə. Amin. Bu Güzel gözəl hisler cümlə. yaşıyorsan mı? Gözəl, gözəl. Şükür elhamdülillah. Rəbbimizə Bizde şükür. bir hile kalaboktu, kalabok. Maşallah, maşallah. Maşallah, Getdik, gözü dolasıca. getdim, gördüm. Qədəmləri uğurlu, huzurlu, Amin. ruzulu olsun. Xeyir, Allah xeyirli evlad olsun, valideynlər olsun. Amin. Amin. Millətimiz üçün xeyirli evlad olsun həmişə. Allah Taala'dan Möcüzələrine son vaxtlar vəxşi mən şokdayım Allah'ım. doğrudan da Rəbbimə təşəkkür edirəm ki, Eymana. Doğrudan Bəli. sizi tanıdım. Biz hardasa bir bölgədə yaşayırıq. Amma ki belə TikTok'dan tanıdım sizi. Düzünü desəm. Nə yaxşı da gözəl tanıdım. Baxın, mən həmişə izləyəndə belə bir şey var. Əksər insanlar belə deyəcəm. Hər bir şəxsin necə deyərlər, ola bilər ki, kimisə danışığı, bilirsizmi, onu çəkir, onu cəlb edir, onu bəlkə də bu da Allah Taala'dandır. Onu orada Her dayandır. şey Allah'tandır. Onu deməli Belki yok, her şey Allah'tandır. bəli, mən şübhə eləmirəm ki, bu da onun yolunun bir izidir. Özü də Onu hərəni bir bir türlü idarə edir. Oğrududur, Çox sağ olun. Hər bir ciddirdudur. kəsə təşəkkür edirəm. Kim təbrik edir. Deyir o, hakimi doğurdu, hamısı özü. Hiç kim özünə məxsus deyil. Bəli, təbii ki. Bəli. Doğrudan təsəvvür edin ki, mən baxırdım, həmişə qulaq asırdım, diqqətlə qulaq asırdım həmişə. Ondan da siz mən qulaq asdıqca ondan sonra başladı ailə üzvlərimiz hamısı. Onlarda sifdə bir maraq o idi ki, bu nəyə qulaq asır burada? Doğrudan, həqiqi nəyə qulaq asır? Mənə də dedilər, dedi, bu arvada nə baxır bu? Ondan sonra inanın ki, hamı qoşuldu. Bəli, Təsəvvür edin ki, bax bu Allahın bir lütfüydü. bəli. Bəli, Allahın lütfüdür biz kimi. Bəli, Rəbbimə təşəkkür edirəm həmişə ki, Eymana. Doğrudan da Allahıma minnətdaram həmişə. Bilirsiniz, bu sevinci hər bir insana, hər bir gözü yolda olan bir insana Allah Taala'dan diləyirəm. O hamı dadsın, hamı sevinsin ondan. Doğrudan bu elə bir şeydir ki. Deyirəm ki, sən demə, mən muştuluqlayacağım atanı. Hə, Deyir doğrudan. ki, Emana deyir, mən nətər eləyim? Bax, onlar hamısı orada olacaq. Dedim, yaxşı, mən sözümü geri götürürəm. Amma qismət gəldi özüm tərəfim. Hə, doğrudan da, doğru. Yox, mən elə ondan heç vaxt incinmərəm Emana. Doğrudan da bilirsinizmi? Doğrudan da Allahın lütfü ilə siz bizə yol göstərdiniz. Doğrudan da. Yox, bu şad xəbəri sənə sağ olun. çatdırmaqdan danışıram. Hə, bəli. Siz Dedim, yazdınız, siz dedim ki, yazdınız, mən değil mi? deyəcəm, dedim ana, Akatagil hamısı orada olacaq. Çox sağ olun, Deyirəm ki, təşəkkür edirəm hər bir kəsə, rəqib edirəm. deyirəm ki, yox, Çox sağ mən olun. nə bilim, deyirəm, indi qisməti gördüm, səhərə kimi yatmadım, mən otdum. Bəli. Çox Allahıma minnətdaram Eman. Bəli. Doğrudan dünənləri getmişəm axşam işdən çıxdım. İşdən çıxdı elə raşotumu götürdüm getməyə. Getdim yolda saat 7-yə kimi qəbul var idi. Biraz nəsə aparmalıydım ora. Deməli təsəvvür edin. Yolu getmişəm, elə raşotumu götürmüşəm, çatacağam. Yolda elə oldu probkaya düşdüm. Dedim çatanmadım. Elə pis, doğrudan elə pis oldum, o dərəcədə pis oldum ki, adam hissləri var. O hisslər var ki, getməliyəm, çatdırmalıyam. Bilsiz belə bir sevinçdi ki, təsəvvür edin ki, getdim ora çatdım, maşından düşəndə dedim ki, 5 dəqiqə vaxtım var. O resepsiyona çatmağa 5 dəqiqə vaxtım var. İnanın ki, getdim resepsiyondan qabaq, balnitsanın doğum evinin qabağında orada propsknoy var. Orada daşı yazıb buraxırlar da, elə belə buraxmır. Getdim, orada məni yazmayıb buraxdılar daşı. Keş yazmayıb buraxdılar. Təsəvvür edin. Resepsiyona çatmışam. Telefon çıxardım ki, palatanın nömrəsini, telefon başqa telefon götürmüşəm. Deyirəm ki, qoy gedim mən ikinci telefonu gətirim. Deyir, yox, 3 dəqiqə vaxtım var sənin. Rəbbimə minnətdaram ki, doğrudan hardasa düz biraz insanı həyəcanlandırır. Bir neçə vaxt insanları
Bilirsiz, həyəcan da çəkdi insanlar. Hər şeyin axırı gözəl olur. Həyatda Hələ insan onu da dinlədim ki, uşaqları yola salanda polislərin görməməsi. dəhşət, inanın ki, dəhşət idi. Hə. Uşaqlar hamını saxlayırdılar. Bax orada mən özüm durmuşam, bunlardan qabaq girdim ora. Durub bunları gözləyirəm. Hamını məsəl üçün yoxlayırlar ha. Kimi gördülər ta bir adam buraxmırlar. Bilirəm, mən nəvəm gedəndə Ha. nələr də oldu. Bütün samolyotda 2 nəfər keçdi, hamısını deport elədilər. Ha, inanın ki bir möcüzədir. Bunlar keçirlər. Nə bunlar onları görmür, nə bir-birini görmürlər. Təsəvvür. Mən baxıram budur da, imanını ləkəsiz saxla, zəkatından həddini aşmadan qalma. Şükür, elhamdülillah. Bax bu ikisi biri-birini tamamlayanda Allah Taala pərdə çəkir də belə şeylərin qabağında. Mən bunu deyirəm də mən sizə. Mən şahidəm. Bunlar keçirlər, deyirəm ki, bax durubsuz da, biraz tez keçin. Deyir, nə heç kimi görmədik biz. Nə olar bunları? Nə onlar bunları, nə bunlar onlar. Şükür, elhamdülillah. Ən gözəl pay düz bu axırıncı sevincimiz lap gözəl paydır. Lap gözəl paydır. Hə. Şükür, Rəbbimə şükürlər olsun. Gözəl olsun görəsini. Çox sağ olun Eman. Allah Doya-doya, sevə-sevə böyüdəsini. Sizin də nəvələrinizi Allah Taala başa tam versin. Ondan sonra xeyirli evlatlar, nəvələr olsunlar. Onlar həmişə fəxr eləsinlər ki, sizi kimi nənələri var. Doğrudan, vallahi. O da mənim nəvəmdir də. O da mənim də nəvəmdir. Şübhəsiz Emana. Mənim də nəvəmdir. Təbii ki, biz onu itirmərik, doğrudan. Billah. Şükürlər olsun Yaradana. Amma gör, itmədi də, nəsə bir mükafatın oldu da, gör, neçə ildir buradasan sən. Bəli, bəli. Mən təzə gəl, 20-dən eləmi? Hardasa, müharibə qutarandan sonra o. Nədə baxın, deyirəm də, 5 ildir başdı sən. Bu süfrəni görsən, nə hədiyyə verdisə Allah Taala. Yox, doğrudan da Emana, düz tam dəyişə bilməsəm də çalışıram, olur, səhvlərim olur. Yox, səndən asılı deyil. Bəli, Sən eləcə etiraf edirsən qəlbində, gizlində. Edirəm, etiraf edirəm. Gizlində qəlbində, ya Rəbbim, məni bağışla. Amma doğrudan da nə qədər olmasa dəyişdim. Təbii ki, Çox şeylərdən doğrudan demişəm də, söyləmişəm ki, bilirəm. məsələn, insanları bağışladım da, addımlar attım da. Addımlar da attım, şükür, elhamdülillah. Yəni bəhrəsi də oldu, doğrudan. O bağışlamaq, addım atmaq, məni bağışla demək mükafat verir də adam. Əks halda adam cəzalı qalır. Bax, görsən adam deyir ki, biz evdə səslər eşidirik. Nə səs? Yer üzərində Allahdan başqa qüvvə yoxdur. Bəli, bəli. Əzəli və əbədi həyat odur. Vəssalam. Bəli. Evdə səs gəlir də, deməli sənin səhvində qorxu ilə verilir. Həyəcanla verilir. Ay cin, şeydir, bunlar hamısı nağıldır. Bitdi bu nağıllar. O yolla cəza verilir insana. Hərəyə bir türlü. Bəli, elədir. Doğrudan da siz bir də görsüz, bax bu axırıncı birindən keçib o birisindən qeybət eləmirəm. Amma bilsizmi, o bayaq dediniz ki, biraz belə bir şeylər baş verir ki, insanlar bir-birini düzgün başa düşmür. Hə, düzgün başa Hər kəsə amma bunun üçün insanları qınamaq da olmaz. Amma düşəcək, başa düşəcək. Düşərsin də. Qəlbinə hələ təzə düşüb axı bu. Hər bir şəxsə qəlbinə təzə düşüb. Bəli, hər bir şəxsə bilirsiz bu nətər başladı. Doğrudan da bu əkildi birinci. Kimlərin vasitəsilə bu efirdə onun adı çəkildi də, məsələn adlar çəkildi, əkildi bu. Ondan sonra sizin qəlbinizdən, sizin danışığınızdan sözlər deyildi. Sifdə əkildi. Mən bunları izləyirdim. O əkilməlidir. O elə bir neçə dəfə proses davam edir, sonra bu səsə qalxır ayağa. Ruh sözünü deməyə. Başa düşdün? Mən oturub özümdən danışmıram. Məni burada danışdıran var. Qəlbimdə oturub, o danışdırır məni. Başa düşürsünüz? Bəli, bəli. Bu məndən asılı deyil. Mən buradan qaça da bilmərəm. Bu işi pula dəyişə də bilmərəm. Milyonlar düzəsən mən
gözümün ucu ilə baxa da bilmərəm. Bu Bəli, elə bir bəli. yoldur ki, Biz sizi bunun tanıyırıq Eman abi. Doğrudan mən heç nə sizə dəyişmə yoxdur bu yol. Vəssalam. şükürlər olsun. Biz hamıya hörmətlə yanaşırıq. Hamının Bəli, heç hamı. kimin qəlbinə nə dəymərik, nə Ama deyir çox gözəl olsa da eybi gizlətmək, dostun eybini örtməsin gərək. bəli, Mən bu bəli. eybi dedim ki, düz eləmirsə, bu sözü dilinə gətirmə. Sənə zərər gətirər. Təbii ki, mən həmişə ondan sevinərəm ki, hər bir şəxs mənim səhvimi desin. Mən özümü o səhvdə düzəldim. Bəli. Təbii ki. Belə, yenə gözünüz Çox sağ aydın olun. olsun, yenə axarıncı olsun. İnşallah, O inşallah. biri balalarından da sağ İnşallah. ol. Tərpənsinlər, opsilər də tərpənsin. Amin, amin. İnşallah. Allah Teala hər bir kəsə, gözü yolda olan hər bir kəsə Allahdan diləyirəm. Hər bir kəsə. Amin. Bütün millətimiz sevinsin inşallah. Onun üçün ağlayan, göz yaşı tökən insanlarımız var. Bəli, bəli. Bəli. İmanını saflaşdırmağı lütf etsə Allah, yəni insan bunu dərk edə bilsə, Allah lütf etsə, hamısının yolu sevinclə qarşılaşır. Bəli. Bir də ki, Eman, elə bir işlər var ki, həyatda alınmır. İnsan bir iş arxasından gedir, o iş alınmır. Alınmır, qismət yoxdur da. Bəli, o işdən ötəri heç vaxt nə bilim heyfslənmək, əksinə Allah Teala bəlkə də o insanı qoruyur hardasa, savabına görə o işdən qoruyur. Gedər o işi alınar, o işdə bir qəza mı olar, bu işdə nəsə bir şey olar. Bax bu da var. Əgər qismətdə deyilsə ona görə deyilən bir şey var. Deyir, başqasının yolu ilə gedən ya rüsvay olar, ya peşman olar, ya xarabaxalığa çatar, ya da qəbirstanlığa. Əlini alırsan, alınmırsa deməli bu sən qismətin deyil. deyil. Bəli. Vəssalam. Bəli. Bəli. Rəbbimə şükürlər olsun. Belə. Biraz oxuyaq. Buyurun. Xəyyam deyir ki, salam, əlöykə salam. Bəlkə bir də məndən başa düşmədim bu fikri. Mənə həyat görmüş insanlardan məsləhət almaq çox xoşdur, Hüseyr. Bəli, təbii ki. Təbii ki. Muradlı, salam gözəl Ema xanım. Bu süfrədən bəhrələnmişəm. Şükür Allaha ki, sizi tanımışıq, var olasınız. Bəli, Muradlı. Allaha şükür və təşəkkür. Və belə olur. Gözəl ana, bu süfrə təkrar yazıb. Raziyə, mən də təbriklərə qoşuluram. Raptır babanı da Raptır alim babanı təbrik elədi. Təbrik edirəm. Çox xoş gəldi. Qədəmləri mübarək. Bəli, qədəmləri mübarək. Mərvin Əsədzadə Həq qısa gəlib. İlnarə. Axşamınız xeyir Nurem ana. Necəsiniz? Sizi qarşıma çıxaran Allaha şükürüm, təşəkkürüm sonsuzdur. Gözəl, ən gözəl söz budur. Şükür və təşəkkür. Həm şükür edirsən, həm də Rəbbinə təşəkkür edirsən. Mən də Rəbbimə şükür və təşəkkür edirəm ki, baxmayaraq ki, mənim cavan ömrümə bir qələm çəkdi. Yəni, mən həyat bilmədim, yaşamadım. Amma belə bir gözəl süfrədə mənə yer verdi. Bu, ən böyük mükafat elə budur. Rəbdən. Bax, belə. Təmənnasız öyrətdi, təmənnasız da əyləşdirdi. Bax, belə. Hər şey Allahın əlindədir. Bəli, təbii ki, hər şey Allahın əlindədir. Ema xanım, bu ay girəndən evdə xəstə düşdük. Mən nəyin bədəlini ödəyirəm, görəsən, ancaq əlimdən gələn Qızılgül deyir. Nə olsun, əlindən gələn yaxşılıq eləyirsən? Nə deyir Quran? Kim bu dünyada yaxşı işlər görərsə, əlindən gələn yaxşılığı edərsə, istəyir ibadət, namaz qılarsa, istəyir oruç tutarsa, istəyir həc, məşəd,
Kərbəla olarsa və yaxud acları doydurub, çılpaqları geydirərsə, yıxılanı qaldırarsa, ev sizə arxa dayaq olarsa, imanı olmazsa, bu dünyavi əməlləri ona heç bir fayda verməz. Birinə səfih belə deyərsə, cəzasız qalmaz. Bax, gör kimi səfih deyibsən, gic başxaraf deyibsən və yaxud hiqqələnibsən, qeybət edibsən, nə olsun, əlin açıqdır. Bunu Quran dedi. İncildə deyir ki, kim də desə ki, iman sahibidir, onun da yaxşı işləri yoxdur. Acı doydurmur, çılpağı geydirmir, qardaş bacıya qapı açmır, küsü saxlayır və yaxud nələrsə etmir, o iman da öz-özlüyündə bir ölüdür. Vəssalam, buna itaət et. Xəstəliyin cəzadır. Çünki Quranda aydın deyir, başınıza gələn müsibət, xəstəlik, uğursuzluq, qəza, bəla zaman etdiyiniz səhvlərin əvəzidir. Bax belə. Bu sevindirici bir şey deyil, amma üstündən keçiləsi bir fikir də deyil. Bax, Gəncədə o cavan uşağı öldürdülərmi? Rəbbimdən diləyirəm, heç bir anaya belə bir dağı, amma edir. Atanın, ananın əkdiyini evladla ona cəza verir. Türmədə rəis olub, nə olub atası? Kimləri orada əzib? Bugün mənə bir türmədə qardaşı olan bir bacı belə-belə gözünün yaşını tökür ki, qardaşıma orada deyir, əziyyət verirlər. Deyir, zorla deyir, məcbur eləyirlər ki, qumar oynasın. Mən uduzsun pulu, mən ona, o da elə bir insandır ki, mən bu əllərimlə onu bir neçə insanın köməkliyi ilə zəkat ötürürəm. O buradan gedən zəkatı, bax, o türmədə, o uşağa əziyyət verənlər ki, dadır, sabah onlar da bala ilə cəzalanır. Budur. Bu acı həqiqətdir, mən bunu heç kim arzu etmirəm, qələt eləyərəm. Amma bu acını deməsəm, sizlər oyanmalısınız. Bu eşidilməlidir, qəlbə axmalıdır. Qəlbdə cücərməlidir ki, bəhrə verəndə oyanasan ki, mən neyinirəm? Xaxın balasını niyə döyürəm? Deyir, ayaqqabının bizinlə deyir, burasına nətəri vurublarsa, yəsiz kimi deyir, bura içəri girib sümüyü. Hətta sən də balanı savaq eləyəcəklər də. Niyə döyürsünüz ki? Nə olar tutuslaq olanda? Türmə rəislərinə, o nadzorlara gedir bu söz. Bir uyanın, görün sizi qarşıda nələr gözləyəcək, nələr yaşayacaqsınız. Arzu etmirəm, acı həqiqəti deyirəm, deyir, səhvi üzə deyən düşmən onu gizlədən dostdan yaxşıdır. Başa düşdünüzmü? Siz bunun bədəlini, bax o bacı ki, mənə bugün gözünün yaşını belə-belə tökdü, hansı ki, bu əllərlə mən ona zəkat ötürürəm, o zəkat yığılır, gəlir sizin cibinizə, hələ də xaxın da uşağını döyür, təpliyirsiniz, yen oyna, pul gəlsin sənin. O bacı, zəkat yığan bacı sizə pul gətirsin. Halal xoşunuz olsun. Allahdan diləyirəm, özü sizə rəhm etsin. Vəssalam. Qaynadı bu məndən. Neyse. Bax belə. Kim nəyə ki, onda fikir anlamır sadəcə. Allah da gördüyü işlər barədə sorğu sual edilmir. Onlar da onu edən də Allahdır. Amma qayıdıb cəzalandıran da özüdür. Məsləhətin əşdir. Belə. Axşamınız xeyir, gözəl Ema xanım, Azizova Zemfira. Həkim, xoş gəldin, hər vaxtın xeyir. Bəlkə də ikimiz eyni səhvi deyirsiniz. Bəlkə də ikiniz də eyni səhvi deyirsiniz. Ola bilər, Allah bilən daha gözəldir. Göz nəzər var, necə qorunaq? Göz nəzər hardadır canım? Hər baxışdan baxan nur Allahın zərrəsidir. Sən göz nəzər, Allah'a sataşırsan sən. Heç kim özünə məxsus deyil. Görürsən, adam öləndə deyirlər, can verdi. Demirlər can öldü. Verdi. Allah sənin zərrəsi içindən çıxdı, getdi. Sən də məhv oldun, cisim olaraq. Deməli, heç kim özünə məxsus deyil. Sən kimə göz nəzər deyirsənsə, birbaşa Allah'a sataşırsan, bundan da cəza yaşayırsan, anlamırsan. Budur, qorunmaq budur.
Məni bağışla ya Rəbb. Tamila Abbasova, salam olsun gözəl insanlara. Bu həmçənim, xoş gəldin. Təbriklər, Raptor'u təbrik edir. Səma Kərimli. Gözünüz aydın olsun. Ema xanım, bəli, hamımızın gözü aydın olsun. Bu bizim şah əsərimizdir. Bu bizim süfrənin növbəti layihəsidir. Buradan bəhrələnir. Hər şey, buradan da nəvələr gəlir. Hristiyansız deyir. Canım, salam yazır bunu. Allah yanında Quran aydın deyir. Məqbul olan yeganə din əlbəttə ki İslamdır. Kim İslamdan başqa din arxasınca gedərsə, o dinə ondan qəbul edilməz və o şəxs zərər çəkənlərdən olar. Həqiqətən bu Quran bütün bəşəriyyəti, tək bizi yox, tək Azəriləri yox, müsəlmanları yox, bəşəriyyəti millətindən asılı olmayaraq hər bir şəxsi İslama dəvət edir, doğru sözlər söyləyib, yaxşı işlər görənlərə, hicab örtənlərə yox, namaz qılanlara yox, oruç tutanlara yox, ziyarətə gedənlərə yox, doğru sözlər söyləyib, yaxşı işlər görənlərə mükafatlar vəd edir. Sən o sözü addan çıxart. Gözünüz aydın olsun Raptor. Ragimovna, çok sağ ol canım. Çox sağ ol. Tamila Abbasova, bəli, bizi bura cəlb edən Allahın lütfüdür. Bəli, təbii ki. Allah özü seçir, kimlər lazımdır bura gətirir. Axşamınız xeyir, Ema ana. Siz bizlərin hədiyəsisiniz Rəbbin. Hədiyəsi siz Rəbbin. Bəli, Allahın hədiyəsidir ki, məni bu təlimi keçib, gətirib əyləşdirib burada. Salam Ema Qəlbi Nur, süfrənin qonaqları, nöqtələr, xoş gəldin canım. Xoş gəldin. Dalqa axşamınız xeyir, nurlu insan, hər vaxtın xeyir, yaxşı ki varsınız. Lətifə, salam gözəl xanım, Əlökə, salam canım. Elnarəs, amin. Lətifə, axşamınız xeyir olsun. Bahəm canım, xoş gəlibsən. Hüseynov, axşamınız xeyir. Ema xanım, hər vaxtın xeyir canım. Leyla Kərimova, axşamınız xeyir olsun. Bahəm canım, Mahirə. Olun, Nur Üzlüm. Axşamınız xeyir olsun, Nur Üzlüm. Yəqin belə yazıbsan. Bahəm canım, Rəssam. Axşamınız xeyir, Nur Üzlüm ana. Necəsiz? Çox sağ ol Hüseyin. Salam, necəsiz Ema xanım? Çox sağ ol Rəm, xoş gəldin. Bir də yazır Hristiyansız. Salam, necəsiz? Arzu İsmailova, çox sağ ol. Reyhan xanım deyir, Ema xanım. Problemlər var. Problemlər var. Ürəmdə narahatlıq yaranıb. Zəkatçı, qəlb sevindir. Ya Rəbbim, məni bağışla. Bir elə görünə çıxır səndə. Oturub gözləmirsən, həkim axtarma, sən Allahı axtar qəlbində. Səndədir, məndədir, küllü bəşərdədir. İtirafa ged. Bir qəlb sevindir tez. Gör nə olur. Nərgiz, salam Ema xanım. Əlökə salam. Ay işıq deyəkdən. Salam, axşamınız xeyir olsun. Allaha şükür və təşəkkür olsun ki, sizi tanıdım. Şadam Rəm. Dalğa, təşəkkür sözünün kökü, mahiyyəti şükürdür. Bir dənə manqula çıxartmasan, orada oturanmazsan. Allaha təşəkkür eləyirik, bir də şükür eləyirik. Bir dənə manqul olmalıdır, böyürdən qoyasan. Təzə dərlək çıxıb yandan qoy. Biz belə deyirik, sən elə getdi. Ema xanım, reinkarnasiya varmı? Onu öz dilimizdə denən izah eləyim. Taxta deyir, Rəbbim sizə nurlu sima verib, Allah qorusun. Çox sağ ol. Hamıda var o nurlu sima. Hər kəsdədir Allahın nuru. Davum Davud. Salam Emma xanım, mən də mənə edilən pislikləri halallığın verdim. Dedim ki, Allah bilsin, bağışladım, amma hey,
mental arifmetika müəllim axşamın xeyir olsun, xoş gəldin ürəyim. Amma hey mənim quyumu qazırlar, mənim yolumu kəsirlər, amma hamısını bağışlayıram. Sənin quyunu kim qazır? Onları idarə edən kimdir? Hər bir insanı idarə edən ruhdur. Quyu qazır, denə məsləhətinə şükür. Səni quyuya itələmək istəyir, denə səni yaradana şükür. Bu sirli sözləri denən, görünür orada sənin qismətin yoxdur. Allah o qisməti sağ yazmayıb. Sən də istəyirsən, oradan keçəsən, baxırsan ki, quyu var. Bir diqqət elə görsən, bəlkə qismətin yoxdur o yolda. O niyə cəmaata şey eləyirsən, quyu qazırlar. Allah Taala onların simasında səni qıcıqlandırır, təliyə salır, görüm, bu sınaqdan keçirsən, şüküründə qal hər addımda. Bugün eləcə getdim yerdə, kartımı uğurladılar, amma onu da bağışladım. Amma hər gün ziyandayam. Bəlkə zəkat vermirsən, bəlkə qəlb sevindirmirsən. Təbii ki, ziyanda olacaqsan. Şərdəyəm. Yox, sənin imanın ləkəlidir. Bir də yəqin bağışlamağı buradan yuxarı bağışlayırsan. Buradan bağışlanmalıdır. Düzdür, deyir Nərgiz. Uses səsəmi salam, Ema xanım. Bir qonşum var. Mənim qoca kişidir. Mənə deyir, səni sevirəm qəlbinə. Dəymədim səni verənə yaşlı adamdır, boş ver. Olan işdir. Bir dəfə də mənim başıma belə bir iş gəlib. Avtobusdan yaşlı bir adamdır, köhnədən də qonşumdur, yoxdur həyatda, qonşumuz o. Qolundan tutdum ki, bunu yıxılar. Çox bir neçə illərin söhbətidir. Belə keçən dedim, hoşum durur, ritmədir, deyirəm ki, niyə spasibo. Olan işdir, yaşlı adamlarda bəzən olur, boş ver. Belə, necə təbəssümlə qarşıla, keç get. Xətrinə də dəyəcəksən, yaşlı adamdır. Barmaqlar elir, bəyənir nöqtələr. Salam, axşamınız xeyir. Mehri İsmailova, hər vaxtın xeyir canım. Bəs onda döyülən də öz günahının cəzasını çək. Bəli, bəli. Döyülən də öz günahının cəzasını çəkir. Döyülən addımını düz atmayanda, amma atdıran da Allahdır. Allah gördüyü işlər barədə sorğu sual edilmir. Addımını düz atmayanda döyüləcəkdir, təbii ki. Döyən də Allahdır, döyülən də Allahdır. Amma bu döydünmü, savaqda sənki döyüləcək. Savaqda sən ağlayacaqsan. Sən elə yerindən vuracaq ki, tüstün təpəndən çıxacaq. Bu da var. Qadir Ələkbərov, imanlı olasız. Suzan, gecəniz xeyir Ema xanım, süfrənin qonaqları. Payam canım, xoş gəlmişsin. Əziz ana, kimdir bunlar? De mənə, o insana bir qəza verim. Ussir, qəza verim. Başa düşmədim. Açıq yaz. Burada o qədər söhbət getdik. Mətənət, ağlaya dinləyirəm, qələt eləyirəm. Ema ana, Allaha şükür olsun. Məlahət, Ema, salam olsun Ema anaya. Əlökə salam, Hüsir, sizə Moskvadan salamlar var, Hüsir, əlökə salam. İmanlı olmaq nə deməkdir? Ema xanım, izah edə bilərsinizmi? İman, vicdan deməkdir. İndi vicdana çevrilib o Qurandan, İncildən, Tevratdan iman gəlir, imanlılar, yəni. İmanlı olmaq, dinin dirəyidir, insanlığı sevməkdir, insanlarla nəzakətlə davranmaqdır, səbirli, təmkinli, dözümlü olmaqdır, ədalətli olmaqdır, mərhəmətli olmaqdır, sadə, səmimi davranmaqdır, bunlardır.
Gözəl xasiyyətə sahib olmaqdır, amma bunu pulla almaq olmur. O da Allahın lütfüne bağlıdır. Belə. Bir işi görəndə imanlı insan təvazökar olmalıdır. Bu Allahın lütfüydü, mən etdim. Bir işin dalından gedəndə Allah nəsib edərsə, mən gedərəm. Belə olmalıdır. Həya bəndlərini qorumalıdır, abrına, həyanasına bükülməlidir, etik qaydalara riayət etməlidir, ədəb qaydalarına. Bax, bunlar imanlı olmaq. Ələddin İsayev, əleyhissalam, Lev Tolstoydu yəqin. Nurumuz əbədi olsun. Çox sağ ol, Lev Tolstoy. Ay, salam, axşamınız xeyir. Allah'a şükür və təşəkkür olsun ki, sizi tanıdım. Şadam, Nərgiz, Ema xanım, namaz qılırsız. Yox canım, mən namaz əhli deyiləm, mən iman əhliyəm. Bəs mən sizi xristiyan bilirdim. İncil oxuyan adam necə İslam'a dönər? İsa zaten müjdəni verib. İncil oxuyan başa düşmədim. İncil Allahın kitabı deyil. Quran nə deyir? Biz Məryəm oğlu İsa'nı müqəddəs ruhla qüvvətləndirdik. Nə deməkdir müqəddəs ruh Allahdır? Deməli, o İsa Allahın adıdır. İncildə Quranın təməlidir. Özü də onun yazılışı Azərbaycanda, qədim Babildə, bugünkü Gəncədə yazılıb. Bilirdin bunları. İsa bəyəm xristiyandır. Bütün peyğəmbərlərin əsli, nəsli hamısı Azərbaycanlıdır. Vəssalam. Akşamınız xeyir olsun Ema xanım. Layla, hoş geldin canım. Size Allah görün nə qədər məhəbbət verib. Hə, bəli. Bu qədər tam da olmasa, bu qədər insanların məhəbbətini qazanmaq bu böyük bir Allahın lütfüdür. Bəli. Hüsir, salam Ema ana, əleyhissalam. Xəyal balanı məsələsi necə oldu? Gözəl, nə olacaq? Bir balaca bir-birimizə burada demirik, burada da deyirik də. Prosto onu belə dedik də. Biraz maraqlı olsun. Reenkarnasiya, yəni bizim ruhumuz dəfələrlə o dünyaya geri gəlir, karmasını yaşayır, köhnə həyatı. Bu söhbət köhnə həyatı heç kim yaşamır. Tək Allahın adında cəm olub bu hikmətin sirri nə erkəkdir, nə dişi, təkrar devredir irsi. Biz dönə-dönə ruhumuz yeniləşir, formatı olur. Təzə formada, təzə formatda yeni nəslə çevrilir. Bax, bu belədir. Biz ölmürük ruhən. Kitab deyir. Biz ruhən ölmürük. Ruhən gözümüzü yummadan dəyişiririk. Yəni, can verdi. O can bizim ruhumuzdur. O bədəndən çıxır, formatı eləyir, Allah Taala yeni nəsilə, dünyaya gələn üçün körpək bizim nəvəmiz gəlir. O indi kimsə getdi, o gəldi. Belə, yer dəyişmə qanunu buradan gəlir. Vəssalam. Hüseyin deyir ki, nə gözəl sözlər deyirsiniz. Bəli, burada hər söz gözəldir. Xəyal bəy sizdən möhkəm incir. Sən arı qarışdırma. Mutilasan sən. Səni yaradana şükür. Biraz belə qeybət kimi çıxmasın Emana. Biraz millətimiz sevir. İki nəfər davanı sevirlər. Dava deyil axı. Dava yox, deyil. Yox. Sevmirlər ki, belə gözəl bir sonluqla hər şey olsun. Yox, deysə, onlar mən özümdən çıxan deyirəm. Bax, xəyaldan da nə qədər yaşlısan. Amma bu da bir tələdir. Emana, bu da bir tələdir. Yox, mən o tələyə düşmərəm. Eşit məni. Bax sən, nə qədər səhvini demişəm səni. Bəli. O qədər səhvini demişəm, inciyibsən mən. Yox, heç o vaxt. Əksinə mən... Xəyal da məndən incəsi deyil, mən də ondan incəsi deyiləm. Sadəcə deyirəm ki, o sözü dilinə gətirmə ki, biz bu ağ kağızı yazarıq. Vəssalam. Biz yaza bilmərik onu.
Bu da bunlar da mutilalardı, ara karıştıranlardı. Yox, burada Allah ya psixoloq olmalıyıq, ya da Allah'a inanmalıyıq. Psixoloq olsaq, əgər məsəl üçün belə deyək də, insanın şuurunla onu davranmalıyıq ona qarşı. Yox, əgər Allah'a inanırıqsa, o ağ vərəqi biz yaza bilmərik. Biz Yox, biz siz yazmarıq. baxın, belə bir sual verərdim, hər bir kəsə sual verərdim ki, insanlar, bax, bütün arzularınıza çatıbsınızmı, planlaşdırıbsınız da, hamınız ağıllı bir insanlarsınız, planlar qurubsunuz, bu belə olacaq, bütün planlarınızı yerinə yetiribsinizmi, bütün arzularınıza çatıbsınızmı, öz fikrinizdən qurduğunuz fikirləri. Əksər insanlar yazacaq ki, yox. Çünki ona görə Allahın qisməti var burada. Qismət var O təbii. qisməti biz heç cürə keçə bilmərik. Yox, qismətdən artıq yemək olmaz, bə nə deyirlər? Nəysə, məsləhətinə şükür, Allahın mesajı idi. Mən gördüm, indi türməyə getdi mesaj. Bəli, bəli. Bu adi bir ev xanımının hünəridirmi ki, buradan türməyə simarış göndərsin? Bunu ruh göndərir. Nə deyir? Belə nəqş eləmiş bu rəsmi qələm, fələkdən yüksəkdir kalam əzəldən. Yüz haqqın sehrini təkrar edir o kalamdır ki, surət ilə yel kimi gedir. Xəyaldan, ümiddən daha tez çapar onun çox fəndləri, çox sirləri var. Bu gedib çatacaq ora. Düşəcək qəlblərə. Bu bəhrə verəndə, cəza yaşayanda uyanacaq. Bax belə, göz yaşından, göz yaşından. Dizin Allaha gedəcək, məni bağışdı. Bax belə. Bax, bariz nümunədir. Bax, bu günlərim gül kimi balanı vurdular, burada bu 16 nömrəli məktəbdə. Bəli, bəli. Gül kimi uşaq, gül kimi uşaq. Nədir? Ata türmə rəisi olub, orada neşəsinin belə qanını durur. Budur, qanını durursan o durur. Ata kimlərdəndir eman olar? Bilmirəm, valla mən tanımıram. Burada gördüyümü deyirəm. O Rəfi bəylər mənim ana tərəfimdir. Bilmirəm, kimlərdir ki, mən Rəfi bəyli dedilər, hə, mən TikTokda gördüm. Belə tanımıram, hətta mən heç kimi tanımıram. Heç də deyə bilmərəm. Nəysə. Mən sadəcə acı həqiqəti izah edə bilirəm ki, yəni əkibsən, biçibsən. İndi bax bu, indi insanlara əziyyət verənlər əkirlər, biçəcəklər. Yəni oyan. Bu oyanış üçün atılan mesajlardır. Maraqlıdır. Bəli. Bəli. Xumuş nə bilmirəm valla. Zəkat nədir? Zəkat, biz dünənə kimi buna sədəqə deyirdik, onu silirik. Biraz xoşlamıram mən o sözü. Zəkat sözünü də mən Peyğəmbərin kəlamlarının sinəsindən götürmüşəm. Ağır zamanın əlamətlərində deyir, insanlar zəkat verməyəcək. Yəni, edənlər olur, amma tam bu işə qulluq edirlər, bir dəfə fitrə çıxırlar, amma bu belə olmur. Zəkat hər ay sənin evinə girən puldan, necə devlətin vergisini verirsən, Allahın da vergisi var. Onun əziyyət çəkən bir bəndəsi varsa, yaxınında, tanışdığında, qonşuluqda, qohumda və yaxud yadda, onu zəkat çıxmalısan. Görsən əziyyət çəkir, pulundan ona pay çıxmalısan. Biraz ye, biraz yığ, biraz da payla. Zəkat buna deyilir. Bu da zəkatlarda yığılır, səni hardasa bir dardan qutara bilir. Başa düşdünmü? O zəkat savaba çevrilir. Savabın həll etdiyi müşkülü pul həll edə bilmir. Bu da var. Savabla qazanılan, pulla qazanılır. O həm də insan qəlbinin imanlı olmağına da bir işarət. İnsan qəlbinin nətər deyərdim ki, bir İmanın dirəyi dilə gətirilib söylənilməyən ehsandır. Dilə gətirilib söylənilməyən. bəli, bəli. Yəni onu edirsən, onu bilmirsən, nə sən onu, nə o səni, dilə gətirilib söylənilməyən, sağ əl etdiyini sol əl bilməyən. Bu odur. Başa düşdün? Baxın, Emana, belə bir insanlar var. Həyatda rastlaşırıq. Yenə qeybət eləmirəm, amma olandan deyirəm də, bunun da bir bax, insan yaxşılıq edir, təzədən o yaxşılığın əvəzində çox böyük deyək də
böyük işlər gözləyir o adamdan, elədiyi insandan, yaxşılıq elədiyindən. O yaxşılıq deyil, o ticarət. Bəli, bəli. O ticarət. Onu etdin, unuttun. Deyir, etdiyin yaxşılığı və sənə edilən pisliyi unut. Pislik sınağındır, yaxşılıq da mükafatın. Etdin, qazancın var. So. Hardasa. Bax, bugün sən mükafatını aldın. Bəli, şükür. Amma illərdir bunu ala bilmirdin. Pulla xərcləyirdin, alırdın. Xeyr. Nə qədər pul xərclədiniz, ala bildiniz? Xeyr. Amma görürsən, savabın səni getdi çatdırdı ona. İmanının ləkəsizliyi sənə getdi çatdırdı. Sənə nəvə verdi Allah Teala. Amma o boyda 7 ildə sən o boyda pul xərcləmişdin. Ala bildin? Yox. Mən Emana bir neçə nəfər var idi. Bunları tanıdığım insanlardan deyirəm. Onların bir qohum idi. Onların da gec uşaqları oldu. İnsanları o həyatı yaşamayınca başa düşmək olmur, hiss eləmək olmur. Bəli. Məsəl üçün, bir dost, mən burada oğlan vardı, dost. Onlar da gəldilər, çox müalicə olurdular. Şəhərdə ən tanınmış bir insanın kürəkəni idi oğlan, yoldaşıyla gəlmişdi. Bəli. Belə dəhşət müalicələr olurdular, yəni xeyri yox idi. Moskvada belə müalicə olurdular, xeyri yox idi. Müalicə, o hardasa Allahın elə bil... Çox sağ olun, Ay xanım, çox sağ olun. Yəni xeyri yox idi. Deməli getdilər Gəncəyə, orada nəsə belə, orada, yəni şükür əlhəmdülillah onun da oldu. O mənə həmişə danışırdı ki, məsəl üçün də dostuyduq da, bir sirrimizi danışırdıq belə. Həmişə deyirdi ki, yoldaşım yanında heç vaxt deyirdi, ağlamıram. Da məsəl üçün özümü pis göstərmirəm ki, ona pis təsir eləməsin məsəl üçün. Yəni pis olurdu yoldaşı da. Söylüyordu özü. Deyir, girirdim hamama, üzr istəyirəm, hamam otağına girirdim. Orada qapını bağlayırdım, sakitcə deyir, ağlayırdım deyir. Yəni belə insanlar var. Yəni nə pul kömək eləmir, yəni deyirəm şəhərdə belə. Yalnız savab onun karına yetə bilir. Savabın da imanı olmalıdır. İman da olmalı, iman da yerində olmalıdırsa. Mən neçənci illərdən danışım sənə. Hardasa 5 yaşı olmuyor. 85'lərdən zatdan danışım da o illərdə. Mən bay gəzirəm özüm üçün gözəl həyat belə falan. Bir dəfə belə bir gözəl bir mənəm deyən məclisdəyəm və uşaq olmayan bir ailə gəldi ora. Dənə bunu düzəldim. Hərdən bir figur gəlir bura. Onu yerinə otuzdurmalısan, o gəldi. Mən o vaxtı bunu anlamırdım da ki, bu cürə gözəl imkanlı adamlar, bunların niyə evlatları olmuyor? Neçə illərdə üstə ailə qurmuşlar, bəlkə 10 ildən artıq idi. Bunların evlatları olmurdu. Amma bugün mən onun cavabını zaprosto deyirəm. Çünki onlar insanlara pis baxırdılar. Özlərini deyir, kim qayğı bəslərsə öz əməyinə, özgəyə pis baxarsa o pisdir. Bizə mənə pis baxmırdı, amma baxışları oydu. Başa düşdünmü? Həyata baxışları, özlərini üstün görmək, bundan da zərər çəkir insan. Ola bilsin ki, o da bir sınaq da, o var dövlət verilməyi də, o vəzifə verilməyi də, hər bir şey sınaqdır. O da bir sınaqdır. Sınağın içərisində bu cəzadır da, yəni evladsızlıq cəzadır. Onun özü böyük bir cəza. Ya bədduadan doğulur, bədduadan doğulduğunun da şahidiyəm. Ananın bədduasından evladına, səni heç yarıma, səni heç cücərmə, səni heç payı olma, bunlardan doğulur evlada, ana deyəndə, qarğış edəndə. Bir də insan özünü sən qarşısındakindən üstün tutanda da belə doğulur. Bax, o biri bəddua ilə şahidiyəm, canlı şahidəmi. Bax, bu da özünü hamıdan üstün tutmaqla. İndi dalını bilmirəm, pərdənin dalında bəlkə orada da elə bəddua olubdur. Bax, bunların canlı şahidiyəm mən. Yaxından da tanıdığım adamlar olur. Bəli. İnsan bəli, onu anlamayınca, yəni o doğrudan da, bilirsiniz, mən deyirəm, doğrudan da o bədduanın nətər demək, deyir, insan nə bilim o həddə çatır ki, ola bilsin ki, yəqin ki, onu qarşıda o sınaq, o acı gözləyəcək deyə onu eləyir. Biz nətər eləyirik? İndi biz nətər eləyirik? Buradan təlim alırıq da biz.
İndi biz o həddə çatdıqmı? Çatırıq da o, sən dediyin həddə. Bəli. Biz adama heç nə demirik. İstəyir evlad olsun, istəyir qonşu olsun, istəyir dost olsun, istəyir qardaş olsun, kim olur olsun, ən çox ev əhlindən sınağa çəkilirik də. O həddə gəldin, çatdınmı? Tez qəlbinə getsən, ya Rəbbim, mən sənə sığınıram. Bu dar qapıdan, bu çətin imtahandan mən özün keçir. Yol budur. Çox qəribədir bana. Doğrudan da insan olur da insanda elə bir əsəb, bir gərginlik olur ki, nələr eləyər, hər şeyi qırar, dağıdar belə deyək. Amma ki insan məsəl üçün deyir ki, Rəbbə müraciət edəndə, yəni belə də deyəndə ki, yəni Allahın həllinə, onun nətər deyim, yəni ona sığınanda belə deyək də, Rəbbim. Yəni onu deyirəm də, qarşıda İnsana səni elə bir sakitlik gəlir ki, elə bir Bəli. sakitlik, çox qəribədir. Aysun, bəli. Sakitlik gəlir. Hikmət oradadır. Hikmət oradadır. Sən əsəbləşdin, yəni qarşındakı səni əsəbləşdirir, özündən çıxardır. Güzel gəlir sataşır, deyirəm, ey Mutila, işin yoxdur bizdə. Sevə-sevə. Amma indi bir var ki, bunu mən bilmirəm, dərk etmirəm, başlayıram onun üstə getməyə. Bax, onun üstünə getmək bizim üçün imtihandan kəsir. Dərsini öyrənməyibsən. İmanın şərtlərini bilmirsən. Sən yedirsən qəlbinə. Ya Rəbbim, bura çox çətindir də, mən buradan keçə bilmirəm. Burada məni özün keçir. Şu, sən Allahı qəlbində artıq dərk edirsən ki, mən qəlbimə gedirəm. Qəlbimdə Rəbbimdən istəyirəm. Şu, sən gedirsən. Bu axır vaxtlar mən bir vəhşətlər yaşatdı mənə. 40 il bundan qabaq qınadığım küçük belə balaca şeyləri, səhvlər, hamısının hesabını verdirdi. Az qalırdım, qoyub qaçmıyordum. Amma deyirdim, yox, mən kəslərəm, amma bu boyda gəlmişəm, hara gedirəm. İnsanın dediyi də, elədikləri də hamısı qarşısına çıxır. Bəli. İnsan onu yaşayır. Bilirsiniz, Haqq hesab, cəza və mükafat labüddür. Hamısının hesabını verir. Qaçış yox. Biraz insanlar belədir, əmana. Biraz da nətər demək, biraz həyatı elə bilir ki, nətər demək, özünü biraz cıvraq hərəkətlər eləyir. Biraz nə bilim, belə şustrdır, belə hərəkətlər eləyir. Elə bilir ki, hər şeyi bilir, hər şeyə qadirdir, amma yox. Bunu mən demirəm, bunu kitab deyir. Bəli. Kim düşünürsə bu dünyada bir şey bilir, o kəs lazımı qədər heç bir şey bilmir. Hər kəsdə hər şeyi təyin edən ruhdur və biz onun üçün mövcuduq. Allahın gizli olan bu hikmətini bu dünyada heç kimsə dərk etməmişdir. Heç kim, heç peyğəmbərlər belə bunu dərk etməyib. Söz eşidib, deyib, gedib, onu dərk etməyib. Başa düşdün? Bax budur. Şükür məsləhətinə. Məsləhətinə şükür, yaradan. Bəli, məsləhətinə şükür. Biraz oxuyaq. Bəli. Bəli, Usir dedi, zəkatı izah etdik. Davun, yox valla, Allaha bağışlayıram. Mənim bu qədər ruhum olmur ki, masda pilim olur. Maaşdan maaşa yəqin yazır, heç özümə yetmir. Pulla etmə, əllərinlə et, qəlbinlə et, yıxılana qaç, əlində yük aparana qaç. Mən zibilə kimi götürmüşəm, qonşuna aparıb döymüşəm, pulum olmayanda. Burada nə var ki? Bir xoş söz demək belə. Bir xoş söz demək özü, gülər üzlə danışmağın özü, qınamamağın özü savaba yazılır, insana yazılır. Hər gözəl əməl insandır. Gözəl əməl insandır. Bax belə. Çiftçi gecəniz xeyir, nur üzlü Ema xanım, xoş gəldin canım. Yusif salam deyir. Salam anacan, xoş gəldin. Əlöykə salam, dalğa. Ema ana, siz mənim sözümü niyə pis başa düşdünüz? Mən pis mənada yazmadım. Şükür, təşəkkür, eyni mənadır. Mənası eynidir, düzdür. Amma onun qabağına bir tə qoyub da, təşəkkür, minnətdarlıq bildirirsən.
Şükür də sevinirsən ki, şükür. Şüküründə qalırsan. Azadə xanım niyə gəlmədi? Azadə xanım çox yorğundur. Gələr yəqin ki. Sadə, vicdanlı, ədalətli biriyəm. Haqsızlığa, amma səbirsiz. Səbir, təmkin, dözüm imanın ən üstünüdür. Səbir sizsənsə deməli iman səndə bərpa deyil. Səbir şadlığın mayasıdır. Səbirsizlik edirsən, deməli sən dərsini öyrənə bilmirsən. İman dərsini əlifbanı öyrənə bilmirsən, amma özünü, məsələ, yeri gələndə çox bilmiş bilirsən. Amma səbir şadlığın məyasıdır, gözləyirsən. Ha, vaxt olar. Təmkin qəzəbin udulmasıdır. Dözüm hər addımda şüküründə qalmasıdır. Budur. Azadə xanım gəldi. İman bir neçə gün, İman, Yusif deyir, bir neçə gün əvvəl biz Əminə Yusif qızını da itirdik. 89 payızında itirə gedirik. Məsləhətinə şükür. Gecəniz xeyir Ema xanım. Xoş gəldin. Salam Xoş Azər. Xoş gəldiniz. İncənə səni soruşurlar, deyirəm yorğundur, harda olsa gələcək, biraz dincəlir. Yorğun deyiləm. Rafter sizi də salamlayıram. Aleyküm Əslində salam. Xoş bu gəldiniz. birinci o sevincimi bölüşüm sizlə. Gözünüz aydın olsun. Çox sağ olun. Təşəkkür Allah edirəm. o balacanın toyunu sizə nəsib eləsin. Allahdan diləyirəm. İnşallah. Sizi qədər inanın ki, biz də sevinirik, çox sevinirik. Bu süfrənin bir oğlu var idi, bir dənə də balaca qızı oldu deyəsən. O nənələrimiz deyirik. Qaim qədim olsun. Təbrik elə. Nəvəm də burdadır. Denən ki, salam nə Allah- salam deyim ona niyə? Allah başatan versin. Allahdan diləyirəm. Belə qəşəng qız olsun, böyüsün mənim nəvəm kimi. İnşallah, inşallah. İnşallah. Deyirəm ki, Ema xanım yanımdadır. Deyirəm ki, Emilia sakit dur. Meli nənə, Ema nənə ilə danışmağa gedirsən. Canım. Salam ver nənəyə. Nənəyə salam ver. De, nənə necəsən? Nənə necəsən? Nənə səni yeyər elə, yaxşıyam, sən necəsən? Ay maşallah, ay maşallah. Denən ki, Güzel Rafter baba. əmi, denən səni təbrik eləyirəm. Balaca qızı olub, ya, Çox sağ olsun, çox sağ olsun. Allah Bir kere ben de aşığım. o nəvənizi də xoşbaxt eləsin inşallah. Bəxtəfərlər. Sağ olun. Yenə bir daha səmimi qəlbdən sizi təbrik edirəm Rafter. Böyük. Çox sağ olun. Bilirsiniz necə o həyatın bir elə bil evladlarımı böyüdürsən, uçub gedirlər. Həmin momentdə Allah Taala'nın bir lütfüdür ki, o evə nəvə nəsib eləyir ha. Elə bil ki təzədən arzular doğur, yeni bir arzular doğur o mahnının Ya. sözlərindəki kimi. Azadə müəllimə. Deyək Ema niyə danışıram? Deyirəm dünənləri o biraz lazımlı şeylər var idi, onu apardım uşaq üçün də. Hə. Ki o dişsiz nətər olmuşdum. Propkezada düşdüm. O qədər özümü belə inanın ki Allah da Rəbbim belə möhlət verdi. 3 dəqiqəsində onu çatdırdım. Görürsünüz. Deyirəm. Elə bir qanat istəyirsiniz Allahdan ki, Hə, tez uçum inanın. gedim. O başqa hissdir. O başqa hissdir. Başqa isti, bəli, bəli. Mən də görmüşəm onu. İlk dəfə, ilk nəvəm olanda dacı qaça-qaça gedə-gedə taksi şoferinə deyirəm ki, mən bugün nənə olacağam. O qədər başqa sevinirdim, bəli. Allah hər bir ailəyə evlad nəsib eləsin, nəvə nəsib eləsin. Allahdan diləyirəm. Amin. Ema xanım da o qədər sevinib sizin adınızdan. Mən bunun şahidiyəm də. Bir də Ema xanım, mən bir daha bu son yazılara baxıram. Sizin bu bəzi yazılar, bu paylaşdıqlarınız çıxır. Bir daha Allahıma təşəkkür eləyirəm ki, belə bir qadının yanındayam. Belə bir dedim birinci sizi təbrik eləyim, sonra öz fikrimi deyim. Ema xanım, mən çox şanslı insanam ki, sizi kimi bir qadının yanındayam. Allahıma təşəkkür eləyirəm. Bir daha təşəkkür eləyirəm ki, nə bilim, o danışıqlarınız, o necə deyim,
Allah sizə hər tərəfli belə o qədər bilirsiniz necə elə bir ki sözünüz Allah Taala'dan da o qədər kəsərlidir ki onun qabağından elə bir qüvvədir ki dillənmək olmur. Bunu mən danışmıram. Bunu ruh sizə çatdırır. Çatmır sizə bu. Biz sizin yanınızda olanda adam tam ona o qədər sadə danışırsınız hiss eləmir. Ancaq kənardan elə ki Sadəlik sizlə olmayan yerdə dahilik yoxdur. Qəli söz Bəli. məkanizm. Mən kənardan qulaq asanda çox deyirəm. Mən necə şanslı insanam. Şükür ya Rəbbim sənə. bu aləmə özümü təzə gələndə, yəni 99-da, 99-cu ildə özümü o qədər döymüşəm. Ay fələk, bu dünyada ilişməyə adam tapmadın, gərək mənə gəlib ilişədir. Başa düşdün? Bax belə. Yox, o da Mən bilir. deyiləm, bu yolu mənə kimə etibar formalaşdırıb özü sözünü deyir. Çox qəribədir belə özəki belə nə bilim çox belə nə bilim ürəyim doludur. Bir dənə onu deyirəm ki, şükür sənə. Ey Allahım ki, bu yolu mənə açmısan. Belə necə deyim, çox təşəkkür edirəm Allahıma ki, yenə deyirəm sizi kimi bir qadının yanındayam mən və burdan inanın ki, bir də bir his var Ema xanım. Mən burada dinləyənləri, məni soruşanlara da səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu orada ki məni soruşurlar, siz də orada deyirsiniz Ema xanım, məndə bir utancaqlıq əmələ gəlir. Özüm özümə elə utanıram. Allahımıza and olsun Ema xanım. Məndə biri var ki belə şey olsun, belə özündən ancaq inan ki utanıram. Deyirəm ay Allah, gör necə məni belə bir utancaqlıq gəlir mənə ki özüm özümə utanıram valla. Nə bilim. Çox sağ Yəni olun, bir təşəkkür dostum var da edirəm burada. soruşanlara da. Bilirsiniz necə? Elə bir ki mənə elə gəlir ki, deyirəm ay Allah, bunlar məni istəyir, ancaq mən onların bu sevgisinə tam o qədər də bəlkə də layiq deyiləm axı. Bunlar məni niyə belə Niyə layiq soruşurlar? deyilsən ki? Bilmirəm, Layiq nəsə deyilsən. baxam, deyirəm yox. Belə özümdə bir əvvəl olsa bəlkə bir ayrı cür fikirləşərdim. Ancaq bu da Allahın bir işidir, bilmirəm. Belə mənə bir utancaqlıq gəlir ki, belə pis belə şey oluram da elə bil utanıram ki, doğrudan mən buna layiqəm ki, mən burada adım çəkilir. O qədər bu sifrəni mən müqəddəs bilirəm. Təbii ki, müqəddəs ruhun. Ola bilsin ki, biz də belə bu iştirakımız bu efirdə Azadə xanım, bütün izləyicilərimizin, dinləyicilərimizin iştirakı ola bilsin ki, elə belə deyil, doğrudan da. Hər səfər fikir verirsiniz, mən fikir verirəm. Hər səfər eyni qaydada, eyni insanlar iştirak edir, gözləyir bu efiri. Bəli, Doğrudan bəli. da. Elə bir sütunları var, sütunları var. Söhbət onlar Avtor da bir dənə ki- yeri gəlmişkən bir söz deyim. Ema xanım indi güləcək. Sizin səsinizdə də bir kaman səsi var. Bax mən onu hiss eləyirəm. Vallahi. Ola Belə bilər, qəribə ola bir bilər. cingiltili kaman səsi var. Özdə belə çox qəşəng səs tembri var. Bənzətməyi Raptorun. çox sevir Azadə. Hə. Mən sözün düzü belə deyəcəm. Mən bu ruslar da deyir ki, mən heç vaxt heç kimə pis yol göstərməmişəm. Həmişə bax bu rus Buna bax yolu deyir, ay düzdür deyir. Bax burada məni təsdiqləyirlər. Kaman səsi var. Yox, uşaq vaxtı atamın bir kamançası var idi. Bunu rəhmətli babam, biz də bunu çalırdıq həmişə. Uşağıq da, yəni cincildədirdik. Bu babam, rəhmətli babamı toxunda belə bezdirdi. Bir nə mahnıdan mahnı çalmırıq, uşağıq da, prost cincildədirik. Babam götürdü bunu nətər vurdusa divara. Onu qırdı o kaman. Qəşəng də kaman idi ha. Kaman dediniz o yadıma düşdü. Ha, görürsünüz. Burada maraqlı bir sual yazıblar və bu sual maraqlı deyil. Onun haqqında maraqlı bir kitabların sinəsinə getdi fikrim. Adam deyir ki, Əzizova Mətənət, namaz Allahın əmri deyil. 99-cu idi, mən bu kitabların içərisində bu sirləri araşdırmalarla bu gözlər göstərir, bu qəlb təsdiq edir. Namaz haqqında deməli mirac edir Peyğəmbər, bunu yuxuda edir. Yuxuda hara istəyirsən adam gedə bilir, hardan istəyirsən gələ bilir. Mirac insan göyə qalxa bilməz. Bu da bir nağıldır. Yuxuda gedib. Yoldaşı bir hekayətdə Ayşə deyir ki,
Peyğəmbərimiz mirac edən günü o saatda evdə yatırdı. Belə bir bu gözlər mənə kitabın sinəsindən göstərdi. Qəlbdə təsdiq etdi ki, yəni bu yuxuda olur. Vəssalam. İndi bunun miracını başqa bir yerdə oxuyuram. Bu qalxır güya yuxuda gedir ha. Göyləri qat-qat gəzir. Bilmirəm indi dəqiq yadımda deyil. Birinci qatda bunu kim gözləyir, ikinci qat bunu da Safra